Hər kəsə salam. Bu günlər təmizlik işləri görürəm. İlk öncə başladım diplomlarımı və sertifikatlarımı təmizləməklə. Hər dəfə bunları təmizlədikcə ürəyim böyük qürur hissinə yanır. Deyirəm ki, nə yaxşı ki Aynur sən bu yola başladın, nə yaxşı fabrik şirkətinə qoşuldun. Açığı əvvəllər fabrik şirkətinə xanımlara qoşulanda, paylaşımlarını görəndə düşünürdüm ki, görəsən burada nə var? Bu qədər xanım bura qoşulur. Mənə adi maraqsız görünürdü. Heç ağlıma da gəlməzdi ki, günlərin bir günü bu şirkətin top liderlərindən biri mən olacağam. Məktəb vaxtı hamımız, hər birimiz deyirik ki, oxuyub işləyəcək, valideynlərimiz bizimlə fəxr etsin. Amma həyat hər zaman planladığımız kimi olmur. Mən də oxumayanların sırasında idim, çox təəssüflər olsun və bunun peşmançılığını çox yaşayırdım. Lakin qarşıma fabrik şirkəti çıxdı və mən bu şansı qaçırtmadım. Bu sertifikatlara baxdıqca, orada atamın adını görəndə qürur hissinə daha da artıram. Deyirəm ki, nə yaxşı ki, belə valideynlərin evladıyam. Onlar mənə səbri, dözümü və əməyi, sevməyi, bir xarakteri veriblər. Bu gördüyünüz yer isə mənim ən sevdiyim birində yerdir. Bura diplomlarımı, sertifikatlarımı yığıram və hər dəfə bura baxdıqca özümlə qürur duyuram. Və siz xanımlara da tövsiyəm budur. Qoşulun, işləyin, öz uğurunuzu özünüz qazanın. Çünki uğur boşuna qazanılmır. Uğurun arxasında zəhmət, səbir və əzmkarlıq dayanır.